Dostlar, axşamınız xeyir olsun. Bugün bizim yeməyimiz qreçkadır. Görün necə gözəl. Qreçkamızdır. Bişir və dəm alınıb. Burada bizim kotletimiz bişir. Parnoyu əvvəl eləmişəm. İndi də qızardıram. Yağa düşəndən sonra o bu üzün qızardacağım. Yəni üzüm qapağını qoyuram ki, içi yaxşı pişsin. Burada da bizim supumuz. Hələ tam hazır deyil. Burada da supumuz pişir. Sarı kökü zaten hələ vurulmuyor. Birazdan vurulacaq. Nanəsi, sarı kökü. Yəni tam hazır olsun. Bunları stola çəkəndə mən sizə göstərəcəm. Mənim əziz dostlarım. Dostlar, yeməyimiz hazır oldu. Yəni bu bizim qreçkamız. Görünüz də gözəl dən qaldı. Görürsünüz necə gözəl pişdi. Bu bizim qreçkamız, bu bizim kotletimiz hazır oldu. Bu da bizim bulyondan supumuz. Yəni pervi supdur, vторой qreçkadır kotletlə. Yəni çox qəşəng, möhtəşəm çıxdı. Kotletə də nə vurmuşdum? Kartoşka, dana əti, soğan, istiotun duzu, bir azca da çörək. Qreçkanı da yağla qovurmuşdum və dəmə qoymuşdum. Supumuzdakı toyuğun bulyonundan eləmişəm. Çox qəşəngdir, çox dadlı, möhtəşəmdir. Hamımıza nuş olsun.